Salam, hər vaxtınız xeyir olsun. Mən Rəvanə Asiman, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Bu gün yeni bir bölməyə başlayırıq, leksika bölməsinə. Hər yeni bölmə yeni bir başlanğıcdır. Hər yeni bölməyə başlayanda əvvəl öyrəndiklərinizi, imtahanlardakı uğurlarınızı və ya peşmanlıqlarınızı bir kənara qoyun. Bütün diqqətinizi bu bölməyə ayırın. Əgər hər yeni mövzuya, hər yeni bölməyə bu baxışla baxıb öyrənsəz, əminəm ki, öyrənmə yolu sizin üçün mənəvi zövqə çevriləcək. Əksər vaxt şagirdlərin elədiyi bir səhv var. Yeni bölməyə başlayanda da, yeni mövzuya başlayanda da bütün diqqətləri əvvəlki mövzulardakı zəif nöqtələrində olur. Mən onu bilmirəm, mən bu mövzuda yaxşı deyiləm və yaxud da bu bölmə çətindir. Yəni başlayarkən özümüzü demotivasiya eləyiriksə, əlbəttə yeni mövzu, yeni bölmə bizim üçün işgəncə olacaq, bizim üçün əzab olacaq. Lakin hər yeni bölməyə yeni başlanğıc kimi baxsaz, əminəm ki, mövzulardan da, bölmələrdən də, test işləməkdən də zövq alacaqsınız. Belə. Məncə qeyd dəftərinizi və qələmlərinizi götürün, başlayaq. Deməli, əvvəlki mövzularda olduğu kimi bu mövzularda da suallar şəklində yazacağam. Hər birinin də cavabını ətraflı şəkildə izah eləyəcəm. Bugünkü dərsimizdə leksika haqqında ümumi məlumatlardan danışmaq istəyirəm. Qeyd edeyim ki, leksika bölməsini 6 video dərsə bölmüşəm. Növbəti dərslərdə hissələr haqqında ətraflı məlumat olacaq. Bu dərsimizdə isə sadəcə leksika haqqında ümumi məlumatlara toxunacağam. Leksika nədir? Leksikanı niyə öyrənməliyik? Leksikada nələri mütləq bilməliyik və s. Belə, başlayaq. Leksika haqqında ümumi məlumatlar mövzusunda nələri bilməliyik? Birinci sualımıza baxaq. Yazıram birinci sual. Leksika nədir? Əvvəl leksikanın nə olduğunu bilək. Deməli, leksika nədir? Deməli, təsəvvür eləyin ki, sözlərdən ibarət bir anbar var. O anbarın içərisinə daxil olursunuz, orada hər yerdə sözlər var. Müxtəlif otaqlar var, hər otağın qapısında bir otağın funksiyası yazılıb, içərisinə daxil olursunuz. O funksiyaya daxil olan bütün sözləri görürsünüz. Yəni, bir böyük bina, bir böyük anbar sözlərdən ibarətdir. Yəqin ki, xəyalınızda elə bir anbar, elə bir bina canlandı. Baxın, o anbar leksikadır. Leksika dildə olan bütün sözlərin cəmidir. Məsələn, Azərbaycan dilinin leksikası deyərkən, Azərbaycan dilində olan nə qədər söz varsa, nə qədər frazeoloji birləşmə varsa, hər biri daxildir. Leksikanı bu şəkildə yadda saxlayın. Leksika dildə olan sözlərin cəmidir. Belə, biz fonetikada olanda, fonetika bölməsində fonetikanı bir evin təməlinə bənzətmişdik, bünövrəsinə bənzətmişdik. Leksika bölməsini isə deməli, nəyə bənzətdik? Bir söz anbarına bənzətdik. Belə, biz leksikada nədən danışırıq? Leksikada sözlərdən danışırıq. Dildə olan bütün frazeoloji birləşmələr, bütün sözlər hər birindən leksikada danışılır. Hər bir sözün mənası, işlənmə dairəsinə görə qrupları, mənşəyindən harda danışırıq? Leksikada danışırıq. Birinci sualımızı cavablandırdım. Deməli, leksika nə oldu? Dildə olan bütün sözlər. Dildə olan bütün sözlər. İkinci sualımızı qeyd edeyim. İkinci sual, leksikanı niyə öyrənək? Baxın, ən önəmli sual budur. Niyə? Sadəcə leksika bölməsində deyil, həyatımız boyu bütün qərarlarda, baxın, ən önəmli sual budur. Niyə? Bu niyənin cavabını müəyyən eləsək, getdiyimiz yolda bizim üçün aydın olar, həyatdakı məqsədlərimizdə, xəyallarımızda, hər bir şey üçün bizim motivasiyamız olar.
Məsələn, tutaq ki, təkcə Azərbaycan dilindən danışmayaq da, ümumiyyətlə. Məsələn, valideynlər deyir ki, mənim övladım filan fənni oxumur. Əminəm ki, həmin fəndə həmin şagird niyə sualını tapmayıb? Niyə sualını tapsa, mütləq oxuyacaq. Məsələn, mən fizikanı niyə oxuyum? Ona görə ki, fizika mənə burada lazım olacaq. Mən Azərbaycan dilini niyə oxuyum? Ona görə ki, Azərbaycan dilini oxumaq səbəblər, yəni hər kəsdə fərqlidir. Onun səbəbi demirəm. Yəni niyələri tapsaz, öyrənmə yolu sizin üçün daha maraqlı olacaq. Yaxşı. Bəs leksikanı niyə öyrənək? Leksikanı ona görə öyrənək ki, bayaq nə dedik? Leksika dildə olan sözlərdir. Dildə olan sözlərdən nə qədər xəbərdar olsaq, dildəki sözlərin mənalarını nə qədər bilsək, dili o qədər yaxşı bilərik və ən əsası da nitqimizi gözəl formaya salarıq. Bəzi insanlar deyir ki, Azərbaycan dili zəngin dil deyil, Azərbaycan dilində alınma sözlər çoxdur, Azərbaycan dilində fikrimizi ifadə etmək asan deyil və s. Belə deyil. Azərbaycan dili kifayət qədər zəngin dildir. Azərbaycan dilində özümüzü çox yaxşı ifadə edə bilərik. O zaman Azərbaycan dilində özümüzü çox yaxşı ifadə edə bilərik ki, biz Azərbaycan dilini yaxşı bilək. Azərbaycan dilinə daxil olan sözlərin mahiyyətindən, mənalarından xəbərdar olaq. Məsələn, neçə nəfər Azərbaycan dilinin izahi lüğətini bitirib, 4 cildli lüğəti? Artıq bu sualın cavabını hər kəs özü verə bilər. Əgər biz Azərbaycan dilində olan bütün sözlərlə tanış deyiriksə, əlbəttə ki, biz Azərbaycan dilində yaxşı danışa bilmərik, özümüzü yaxşı ifadə edə bilmərik. Biz çoxlu sinonimlər, çoxlu antonimlər bilmiriksə, nitqimiz də kəsad olacaq, özümüzü də yaxşı ifadə edə bilməyəcəyik. Leksikanı niyə öyrənməliyik? Daha yaxşı danışmaq üçün və dilimizi daha yaxşı bilmək üçün. Bu mənim cavablarımdan ikisi idi. Bu niyə sualına çoxlu cavablar tapa bilərik. Belə. Baxaq. 3-cü sualımıza baxaq. Leksika haqqında, bax yazıram. Leksika haqqında ümumi məlumatlar dedikdə nələri bilməliyik? Deməli, leksika haqqında ümumi məlumatlarda nələri bilməliyik? Bir qeyd eləyirəm. Geri gəlmişkən, bu qeyd elədiyim nöqtələr hər biri mənim düşüncələrimdir. Yəni, mən düşünürəm ki, leksika haqqında ümumi məlumatlarda bunları bilməliyik. Kitabda bu şəkildədirmi? Yox. Sadəcə mən belə ümumiləşdirmişəm. Qaydalar eynidir bütün kitablarda, bütün yerlərdə. Sadəcə mən bu şəkildə ümumiləşdirmişəm. Leksika haqqında ümumi məlumatlarda mütləq leksikanın nə olduğunu bilməliyik. Daha sonra bilməliyik ki, leksikologiya, leksika Yunan mənşəli termindir. Yazıram. Deməli, Yunan mənşəli termindir. Yunan mənşəli termindir. Lexikos lüğətdir. Logos isə təlim deməkdir. Bayaq demişdim ki, leksika dildə olan bütün sözlərdir. Yəni, leksikologiya dilçiliyin, dilin lüğət tərkibini öyrənən bəhsidir. Nə öyrənir? Dilin lüğət tərkibi. Bayaq dediyim o söz anbarı var idi. O söz anbarı lüğətdə, elə təsəvvür edin ki, lüğətdədir. İzahi lüğətdə, o dildə olan bütün söz anbarında olan bütün sözlər Azərbaycan dilinin izahi lüğətində var. Belə. Daha sonra nəyi bilməliyik? Daha sonra sözlərin leksik və qrammatik mənalarından harda bəhs olunur? Leksika bölməsində bəhs olunur. Yazıram. Sözlərin leksik və qrammatik mənalarından harda bəhs olunur? Leksikada bəhs olunur. Məsələn, biz fonetikada sahitlərdən danışmışdıq, samitlərdən danışmışdıq, vurğudan, hecadan, uzanmalardan və s.
Leksikada sözlərin leksik və qrammatik mənalarından danışırıq. Düşünə bilərsiniz ki, leksikada sadəcə sözlərin leksik mənasından danışırıq. Xeyr, sözlərin qrammatik mənası haqqında da ümumi məlumatı leksika bölməsində veririk. Daha sonra bayaq da dedim, izahi lüğət haqqında bayaq da demişdim. Deməli, sözlərin leksik mənaları mənşəyi, hansı nitq hissəsinə aid olduğu, bir də nümunələr. Nümunələr harda verilir, hansı lüğətdə verilir? İzahlı lüğətdə verilir. Bu nə deməkdir? Biz hər hansı bir sözün mənasını axtaranda Azərbaycan dilinin izahi lüğətini açmalıyıq. Baxırıq, filan sözün mənası nədir? O sözün mənası verilir, o sözün mənşəyi verilir, hansı nitq hissəsinə aid olduğu verilir. Bir də nümunələrlə izah olunur. İzahi lüğətdə sözlərin mənaları bu şəkildə izah olunur. Deməli, sözlərin mənalarını hardan baxa bilərik? İzahi lüğətdən baxa bilərik. Azərbaycan dilinin neçə cildlik lüğəti var? Azərbaycan dilinin 4 cildlik izahlı lüğəti var. Azərbaycan dilinin izahlı lüğəti nə qədərdir? 4 cildlik. Daha sonra qeyd edeyim ki, dilimizdə olan bütün sözlər Azərbaycan mənşəli deyil. Dilimizdə olan sözlər bəziləri alınmadır, bəziləri millidir, Azərbaycan mənşəlidir. Qeyd eləyək, dilimizdə olan bütün sözlər Azərbaycan mənşəli deyil. Deyil, alınma sözlər də var. Mən tövsiyə eləyərdim ki, həyatınızda bircə dəfə də olsa, mütləq bu 4 cildlik lüğəti oxuyun. Sözlərin nümunələrinə baxın, bir-bir. Hər bir sözü bir-bir araşdırın. Orada görəcəksiniz ki, sözlərin bəzilərinin qarşısına yazıb ki, məsələn, fars sözdür, bəzilərinin qarşısına yazıb ərəb sözdür, bəzilərinin yunan, latın və s. Yəni, hər birinin mənşəyi qeyd olunub. Azərbaycan dilinin, baxmayaraq ki, Azərbaycan dilinin izahi lüğətidir, amma orada olan bəzi sözlər alınma sözlərdir. Burada da qeyri-adi bir şey yoxdur. Normal hadisədir. Hər dildə həm alınma sözlər var, həm də milli sözlər var. Belə. Ümumi məlumatlar haqqında bu qədər. Yəni, kifayətdir. İndi danışaq sözün leksik və qrammatik mənasından. Baxaq görək, sözlərin leksik və qrammatik mənası nədir? Qeyd eləyirəm. Sözün leksik və qrammatik mənası. Başlayaq leksik mənadan danışaq. Leksik məna sözün ifadə elədiyi birbaşa mənasıdır. Birbaşa və yaxud da lüğətdəki. Deməli, və yaxud da lüğəvi də yaza bilərik. Bir dəqiqə. Lüğəvi. Lüğəvi məna. Deməli, məsələn, mən sizdən soruşuram ki, ab nədir? Lüğəti açırsınız, baxırsınız ki, ab su deməkdir. Ab sözünün birbaşa ifadə etdiyi məna sudur. Lüğətdəki mənası və yaxud da lüğəvi mənası. Leksik l hərfi ilə başlayır, l hərfi ilə başlayır. Lüğət sözü də l hərfi ilə başlayır. Bu şəkildə yadda saxlaya bilərsiniz. Və yaxud da məktəb deyəndə hər kəs başa düşür ki, məktəb nədir? Məktəb təlim-tərbiyə müəssisəsidir. Onun ifadə etdiyi birbaşa mənası leksik mənasıdır.
Yəni sözün izahı, sözün mənası, leksik mənasıdır bir sözlə. Deməli, biz sözün leksik mənasını necə izah eləyə bilərik? Məsələn, bir insan bizdən soruşur ki, filan söz nədir? O hansı üsullarla izah eləyə bilərik? 4 dənə üsulu var. Birinci üsulu, bir saniyə mən bu ekranı təmizləyim. Aha. Deməli, 4 dənə üsul var. Sözün leksik mənasını izah eləməyin 4 dənə üsulu var. Birinci üsul, sözə yaxın mənalı söz göstəririk. Yaxın mənalı. Məsələn, qəlb sözünün mənasını soruşur, deyirsən ürək. Ürək sözünün sinonimi. Və yaxud da ikinci üsul hansıdır? İkinci üsulda sözün antonimini deyirsən. Məsələn, deyirsən doğru nədir? Deyirsən yanlışın əksi. Yanlış olmayan. Deməli, ikinci əks mənalı sözlə izah eləyirsən. Üçüncü, lüğətdə olduğu kimi izahını verirsən. Bayaq məsələn məktəbi mən izah elədim ki, təlim-tərbiyə müəssisəsidir. Və yaxud da lüğəti açıb baxsaz görək ana nə deməkdir? Yazılacaq ana övladı olan qadın deməkdir. Yəni lüğətdəki izahı ilə izah eləyə bilərsiniz. Dördüncü isə sözün hissələrini açmaqla. Bu da əsasən düzəltmə, mürəkkəb sözlərdə işimizə yarayır. Aha. Düzəltmə sözlərdə məsələn kitabxana sözündə kitab deyirsən ki, kitab, xana da ev deməkdir. Yəni kitabların olduğu yer bu şəkildə izah eləyə bilərsən. Və yaxud da xala qızı sözünü xala qızı, xalanın qızı şəklində izah eləyə bilərsən hissələrə bölərək. Belə sözün leksik mənasını bu 4 üsulla izah eləyə bilərsiniz. Yaxşı, bəs sözün qrammatik mənası nədir? Hə, ekranı sildim, getdi bayaqçılar. Elə buradan yazaram, problemi yoxdur. Qrammatik məna. Və sözün qrammatik mənası nədir? Leksik mənanı bildik. Sözün hansı vəzifəni daşımasıdır qrammatik məna? Bax, buraya yazıram. Vəzifə söz. Açar sözlər var da. Deməli, sözün hansı vəzifəni daşıması. Məsələn, isimlər ad bildirir. İsimlərin vəzifəsi ad bildirməkdir. Sifətlərin vəzifəsi əlamət və keyfiyyət bildirməkdir. Sayların vəzifəsi miqdar və ya sıra bildirməkdir. Hər nitq hissəsinin, dildə olan hər bir hissəciyin, hər bir sözün özünə aid bir mənası var. Mütləq onun funksiyası var, belə deyim. Məna deyəndə, yəni funksiyası var. Sözün mənası olmur, leksik mənası olmaya da bilər, amma mütləq onun bir funksiyası olur. Məsələn, amma sözünün xüsusi bir mənası yoxdur, lakin onun bir funksiyası var. Qarşılaşdırma bildirir, qarşılaşdırma məqsədinə istifadə olunur. Yəni vəzifə və funksiya sözlərini yadda saxlaya bilərsiniz. Deməli, qrammatik məna nədir? Sözün hər hansı bir vəzifə daşıması. Sözlər daşıdığı vəzifələrə əsasən nəyə bölünür? Nitq hissələrinə bölünür. Yəni sözün hansı nitq hissəsinə aid olmağı onun qrammatik mənasıdır. Bir də sözün sintaktik vəzifə daşıya bilməsi. Sözün sintaktik vəzifə daşıması. Məsələn, isim mübtəda ola bilir, xəbər ola bilir, sifət təyin ola bilir və s. Belə, yadınızda saxlayın ki, dildə olan bütün sözlərin leksik mənası yoxdur. Baxın, bütün sözlər leksik məna. Bütün sözlərin leksik mənası yoxdur, qrammatik mənası var. Qrammatik mənası var. Bu da nə deməkdir? Hər sözün mənası yoxdur. Məsələn, vənin xüsusi bir mənası yoxdur. Amma vənin dildə bir funksiyası var, bir vəzifəsi var. Sözləri və yaxud da cümlələri bir-birinə bağlayır. Baxın, bu şəkildə yadda saxlaya bilərsiniz.
bütün sözlərin leksik mənası yoxdur, lakin dildə olan hər bir sözün öz funksiyası, öz vəzifəsi var. Buna görə qrammatik mənası var. Bu şəkildə yadda saxlaya bilərsiniz. Belə, leksik və qrammatik mənalar haqqında da bu qədər. Bir də onu deyim son olaraq. Əsas nitq hissələrində həm leksik məna, həm qrammatik məna var. Cəmiyyətçi nitq hissələrində, şəkilçilərdə isə leksik məna yoxdur, sadəcə qrammatik məna var. Şəkilçilərin də dildə funksiyası var, vəzifəsi var, lakin leksik mənaları yoxdur. Belə, leksik və qrammatik məna haqqında da bu qədər. Son olaraq sözün həqiqi və məcazi mənası haqqında danışım. Deməli, sözün həqiqi və məcazi mənası. Bu da çox rahatdır. Burada zaten ümumi məlumatlar deyəcəm. Əsas tək mənalı, çox mənalı sözlər və amonimlər mövzusunda danışacağıq. Sözün həqiqi və məcazi mənası haqqında. Burada sadəcə ümumi deyəcəm. Sözün həqiqi mənası sözün ilkin mənasıdır. İlkin və yaxud da dominant deyə bilərik. Nə deməkdir? Sözün əsas mənası, sözün birinci mənası. Məsələn, dəmir deyəndə bizim ağlımıza dəmir qapı gəlir. Dəmir bir alət gəlir. Onun birinci mənası, dəmirin birinci mənası bilirik ki, dəmir qapıda o materialı nədir? Dəmirdəndir də. O onun əsas mənasıdır. Amma dəmir iradə deyəndə dəmir iradə həqiqətən dəmirdən olmur axı. Orada məcazi mənadadır. O artıq onun həqiqi deyil, məcazi mənasıdır. Yəni ilkin mənası deyil. İlkin mənasından törəmiş ikinci mənasıdır. Və yaxud da biz deyirik ki, iti qılınc. Qılınc həqiqətən itidir, kəskindir. Bir də var deyirsən, iti baxış. Baxış həqiqətən kəsici deyil ki, amma insanın qəlbini titrədə bilir. Sanki kəskin olur. Baxın, sanki məcazi mənada. Deməli, həqiqi məna ilkin mənadır, dominant mənadır. Məcazi məna isə törəmə mənadır. Bundan törəmə mənadır. Məcazi məna iki üsulla yaranır. Bənzətmə və ya köçürmə üsulları ilə. Məsələn, dediyim iti baxışda bənzədir. Məsələn, qılınc kimi kəskindir, bənzətdir. İti qılınc həqiqətən itidir, lakin iti baxış həqiqətən iti deyil, məcazi mənadadır, ona bənzədilib. Bir də var deyirsən, köçürmədə isə deyirsən, məsələn, uşaq ağlayır, uşaq həqiqətən ağlayır, lakin bulud həqiqətən ağlamır. Orada insana aid bir xüsusiyyət, cansız bir əşyaya köçürülüb, o da köçürmə üsulu ilə yaranıb. Həqiqi və məcazi mənada ən önəmli məsələ nədir? Mütləq sözün həqiqi və məcazi mənası arasında bir bağlılığın olmağıdır. Məsələn, dedik ki, dəmir qapı həqiqətən dəmirdəndir, həqiqətən bərkdir, metaldır, lakin dəmir iradə həqiqətən bərkdirmi? Deyil. Həqiqətən material olaraq dəmirdirmi? Deyil. Lakin ortaq bir xüsusiyyəti var ki, hər ikisi möhkəmdir. Onun iradəsi də möhkəmdir, onun materialı da möhkəmdir. Yəni orada bir dənə ortaq xüsusiyyəti qalır. O ortaq xüsusiyyət mütləq qalmalıdır sözün həqiqi və məcazi mənasında. Belə, sözün həqiqi və məcazi mənası haqqında da bu qədər. Leksika haqqında ümumi məlumatlardan danışdım. Növbəti dərslərimizdə artıq leksika bölməsinə aid olan müxtəlif hissələrdən daha geniş danışacağıq. İndiki mövzuda, indiki anda sizlərə tövsiyəm olar ki, izahi lüğəti oxumağa başlayın. Əslində yaxşı olar ki, Azərbaycan ədəbiyyatını başdan ayağa oxuyaq hər birimiz. Azərbaycan ədəbiyyatında Azərbaycan dilinə aid olan sözlər istifadə olunur. Ta qədim dövrlərdən indiyə qədər nə qədər çox əsər ədəbiyyatından tanış olsaq, bizim öz leksikamız, öz söz ehtiyatımız o qədər artıq olar.
Lakin bir reallıq da var ki, Azərbaycan ədəbiyyatını oxuyub bitirmək üçün kifayət qədər zaman lazımdır. Əgər o qədər zamanınız yoxdursa, sizə tövsiyəm izahi lüğəti oxumağınız olar. Ən azından izahi lüğətdəki nümunələrə baxa bilərsiniz sözlərin mənasında. Çünki sözlərin mənasında Azərbaycan ədəbiyyatından nümunələr verilib. Hansı şair, hansı yazıcı həmin sözü öz əsərində istifadə edibsə, belə bu şəkildə də sözlər yadınızda qalacaq. Ümid eləyirəm. Belə leksika haqqında, ümumi məlumatlar haqqında bu qədər. Sizlər üçün bir tapşırıq da verdim. Görək necə eləyəcəksiniz, rəylərdə yaza bilərsiniz. Hər hansı sözünüz olarsa, sualınız olarsa, şərhiniz olarsa mütləq rəy hissəsinə qeyd eləyin. Hələ ki bu qədər. Xudahafiz.